Və aleykum assalam. Sual belədir ki, hicablı bacı uşaqlar ailəsi ilə dənizə gedə bilərmi? Quma görə gedə bilərmi? Əgər o bacının ayaqlarında olan ağrılara görə, revmatizmaya görə, barmaqlarında olan pişmələrə, müəyyən göbələk xəstələrə və digər səbəblərə görə qadın əgər quma ehtiyacı varsa və o ailəsi ilə, yoldaşının uşaqlarına gedə bilər, amma bu şərtlə ki, elə yerdə onlar qərar tutsunlar ki, o yerin yaxınlığında naməhrəmlər olmasın. Naməhrəmlər olmasın. Çünki ola bilər ki, qadın hətta ayaqlarını, pəncələrini suda gəzmək ehtiyacı ola bilər, amma yanında naməhrəmlərin olması onun ayağının görsənməsinə gətirib saracaqdır. Bu baxımdan qadın ailəsi ilə gedirsə də belə elə yerdə qərar tutsun ki, onlara yaxın naməhrəmlər olmasın və yaxud da ki, elə bir vaxtda getsin ki, yəni o zaman dənizdə bu cür naməhrəmlər olmasın. Yəni seyrə olan vaxtları nəzərə alsın, təxmin eləsin və inşallah günün o vaxtına getsin ki, yəni bu cür haramçılığa da düşməsin. Və aleykum assalam və rəhmətullah. Sual belədir. Mənim üzümdə biraz səpki və ləkə var və mən dua edirəm ki, gözəl və nurlu simam olsun. Rəbbimin hər şeyi gözəl yaratdığını bilirəm, amma bu sonradan olan bir şeydir. Ətrafımdakılar isə mənə deyir ki, sən nankorluq edirsən, mən gözəllik istəməklə həqiqətən nankorluq edirəmmi? Xeyr, nankorluq etmirsən. Çünki insan əgər üzündə, gözündə hansısa bir səpkilər, sızıntılar falanlar varsa və onun zahiri gözəlliyini nisbətən zəiflədirsə, aşağı edirsə, bəli, insan Rəbbindən gözəllik istəyə bilər. İnsan Rəbbindən gözəllik istəyə bilər ki, Allah mənim üzümü gözəl ilə, nurlu ilə, bunu duanı eləyə bilər. O, bu heç bir nankorluğa falana da aidiyyəti yoxdur. Düzgün deyil demək ki, sən gözəllik istəyirsən, sən nankorluq etsin. Xeyr, bu düzgün deyildir. Dua edə bilərsiniz və inşallah ki, Allah subhanətə duanızı eşidər. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, ər qadına talaq vermirsə, qadın məhkəmə yolu ilə dövlət nikahından boşanılırsa, dini nikahdan pozulurmu? Bəli. Əgər qadın üzürlü səbəblərdən, şəri səbəblərdən dolayı yoldaşından talaq istəyirsə, o talağı vermirsə, amma sonra qadın məhkəməyə müraciət edir və məhkəmə yollarına bunlar boşanlarsa, bəli, bu zaman avtomatik dini nikahdan pozulmuş sayılır. Amma burada bir məsələ var. Əgər qadın özü boşanmasını tələb edirsə, o zaman o ərinin verdiyi mehri tam qaytarmalıdır. Bu bir. İkinci, əgər qadın üzürsüz yerə boşanma tələb edirsə, bu isə Allah Subhanahu qəzəbləndiyi, sevmədiyi əməllərdəndir. Amma yox, qadın şəri səbəblərə görə, üzürlü səbəblərə görə boşanma tələb edirsə və qadın ər onu boşanmırsa, o zaman məhkəmə bunları boşandırırsa, dövlət nikahından bunları boşandırırsa, avtomatik dini nikahdan da boşanmış sayılırlar. Və aleykum assalam. Sual belədir ki, ər və arvadın aralarında olan incilikliyə görə, əgər qadın əri ilə birlikdə namaz qılmırsa, qadına günahdırmı? Ümumiyyətlə, ər və arvadın arasında olan inciliyi çox çəkməli deyil. Onlar ən uzağı 3 gündən tez barışmalıdırlar. Yəni 3 gün oyuna keçməli deyil. Düzdür, əgər qadın itaətkar deyilsə, asidirsə, müəyyən xata nöqsanları varsa və ər onun islahı üçün müəyyən əməllər tətbiq edə bilər. Necə Nisa surəsində Allah Teala buyurduğu kimi. Amma yox, dünya bir məsələyə görə aralarında inciliklik yaranıbsa, 3 gün artıq bunların küsü qalmağı düzgün deyildir. Amma o ki, qalırsa ki, aralarında olan inciliyə görə qadın əri ilə birlikdə namaz qılmırsa, buna görə günah daşımır, xeyr. Amma buna görə o, hər cəmaat namazından 27 dən savabını itirir. Çünki Allah Rasulü buyurur ki, cəmaat namazı fərz adamın, tək adamın qıldığı namazdan 27 dəfə deyir artıqdır. Qadın sadəcə savabını itirir. Yəni, o savablardan məhrum olur. Ona görə hətta inciliyi varsa da belə, çalışsın ki, cəmaat namazını bir yerdə qılsınlar ki, o savaba nail olsunlar. Və aleykum assalam. Sual belədir ki, əgər qadın müsəlmandır, əri isə müsəlman deyil, hətta kafirdir. Qadın deyir ki,
qadın deyir ki, din izin vermir bəzi şeylərə, kişi dini söyür, Qədir gecəsini görür və s. Bu halda qadın nə qədər dözməlidir ki, əri imana gəlsin? Dəqiq gözləmə müddəti varmı? Qadının qohum əqrəbası boşanacaq deyə qadını qınayırlar, qoymurlar boşanmağa. Gözlə, sən dua et, hidayət olunacaq bu cür sözlər deyirlər. Əvvəla, əgər sizin yoldaşınız bir var cahil müsəlman, bir də var ki, kafir. Yəni, siz dediniz ki, o kafirdir. Mən bilmirəm onun halı nə dərəcədir, amma sizin sözünüzlə götürəcək, əgər o həqiqətən kafirdirsə və bu kimi şeylər onda vardırsa, o zaman siz deməli, öz vəlilərinizə deyin və siz ondan boşanmanızı tələb eləyin. Yəni, vəlilərinizə deyin, onunla söhbət eləsinlər. Əgər o imana gəlmirsə, hidayətə gəlmirsə, o zaman sondan boşanmanızı tələb edin. Çünki bir müsəlmanın, kafirin arvadı olmağına izin yoxdur. Əgər o cahil müsəlman olsaydı, inşallah ki, deyədik, səbirli ol, dua elə. Amma bir insan konkret olaraq kafirdirsə, o zaman sizin onun həyat yoldaşı olmağınız düzgün deyil. Siz vəlilərinizə deyin, qoy onunla danışsınlar, ona hidayət gəlməyinə vaxt versinlər. Əgər hidayətə gəlmirsə, istəmirsə, o zaman siz ondan boşanmanı tələb edin və heç bir qohumazın qınağına da fikir verməyin. Çünki bu din məsələsidir, bu axirət məsələsidir, bu şəriət hökmüdür. Və başa salın inşallah və Allahın izni ilə də hidayətə gəlməzsə, o zaman boşanmanızı tələb edə bilərsiniz. Və aleykum assalamətullah. Sual belədir ki, qaynanamın içində cin var, neçə illərdir ruqiyyə edilirdi, yarımçı qaldı. Yoldaşım Ramazan ayı yalvardı ki, namaz qıl, məni istəyərsinizsə deyə başladı. Amma hələ də bilmir sözləri, oxuya bilmədiyi üçün səsli öyrənmir. Elə bil saymazcasına durur. Oğlu ilə qılanda deyir, yaxşıdır qılıram. Amma Allah şahidi ki, mənə deyir, pis oluram, içimdəki silkələyir, sənlə qılanda vurmaq istəyirəm, qılmır, yoldaşım olmayanda heç yenə də bəzən namaz qılmasa da pisləşmə halları davam edir, özünü döymə, əsmə kimi. Allah üçün çox yaxşı davranıram, qadına dua edirəm, amma o məni sevmir. Belə olduğu halda daha öyrətməyə səlhənkarlıq davranıram, çəkinirəm, qorxuram, mənə nəsə edə bilər içindəki və yoldaşım deyir, öyrətməsən, sən anama başa sala bilmirəm bunları. Yoldaşım deyir, öyrətmirsən sən anama, başa sala bilmirəm bunları. Yox, təbii ki, siz yoldaşınıza başa salın, mövcud durumuna başa salın, qoy bilsin. Çünki özü bilmədən, yəni anası bir tərəfdən cinlidir və Allah qorusun, sizə də pis səhər eləsə və sizin də halınız pisləşsə, o artıq evdə belə deyim, böyük bir katastrof olacaq. Yəni, böyük bir çevriliş olacaq, partlayış olacaq. Yəni, bu düzgün şey deyil. Yəni, yoldaşınız sizə bunu məcbur eləməli deyil. Bəli, sizə deyə bilər ki, anamın yanında dur, anamı öyrət, anamı başa sal. Amma siz təkildə onun bu hallarını görürsünüzsə və ehtiyat edirsinizsə, bu sizin haqqınız. Yəni, buna görə məcbur eləmək lazım deyil. Qoy elə oğlu evdə olanda o ilə yaxşı məşğul olsun, Quran oxutursun, Bəqərəni oxutursun və o ilə ruqiyyə eləsin və digər ibadətləri o ilə məşğul olsun. Amma sizə artıq şey yükləməsin. Yəni, sizin xətrinizə dəymiş kimi eləməsin ki, anama, sən mənim anamı öyrətmirsən, neynəmirsən. Amma siz demirsiniz, yəni o bu şeyləri bilmir. Sonu bir dəfə çəkin qırağa, rahatçına oturun, hər şey ona başa salın. Qoy oğlu, anası haqqında bilmədiklərini bilsin. Yəni, sizi də rahat buraxsın. Yəni, sizi bu şeylərə məcbur eləməsin. Axı, sizə də bu pis təsir eləsin, nəticəsi pis olacaqdır. Ona ilə çox fikir verməyin Allahın izni ilə. Bacardığınız eləyin, bacarmadığınızı eləməyin. Əgər ehtiyat eləyirsinizsə, əl çəkin ki, sizə də narahatçılıq olmasın. Sizin də uşaqlarınız var, övladlarınız var. Yoldaşınıza başa salın və çox sizin üstünüzə getməsin Allahın izni ilə. Yəni, özü evdə olanda üstünə düşsün. Çünki ola bilsin ki, anası oğlundan çəkinir. Ona görə onun vaxtının yanında qılırza deyilir. Siz olmayanda artıq başlayır üstünüzə belə təpənməyə, qışqırmağa, üstünüzə gəlməyə.
Ona görə oğluna başa salın, qoy oğlu anasının üstündə möhkəm dayansın və o yoldaşını da sizi düzgün başa düşsün. Yəni sizi icbar eləməsin, məcbur eləməsin bu kimi şeylərə. Və aleykum assalamatullah. Sual belədir ki, bir bacı var namaz qılır, yoldaşı deyir hicab bağla, qız anası razı olmur. Bacı da ananın sözünə baxır, belə olarmı? Xeyr, belə olmaz. Əvvəla bacının anası xata eləyir, düz eləmir. İkincisi bacı xata eləyir ki, ərinin yox, anasının sözünə qulaq asır. Çünki bir qadın ər evinə gedəndən sonra onun bütün sorumluluğu düşür onun ərinin üzərinə. Və o qiyamət günü əri ondan sorumlu olacaqdır. Onun atası, anası o qız üçün evində qaldığı müddətcə ondan sorumlu olur. Amma ərə gedəndən sonra onun qalan sorumluluq onun həyat yoldaşının üzərinə düşür. Ona görə qadın anasına deyil, yoldaşına itaat eləməlidir. Qadın anasına deyil, yoldaşına itaat eləməlidir. Çünki anası onu pis əmrə təşviq eləyir. Amma əri isə ona vacibətə yönəldir. Əri onun üzərində məsuliyyət daşıyır, bir. Əri onu Allahın və Rasulun əmri əmr edir, iki. Amma qadının anası heç bir məsuliyyət daşımır onun üzərində. Və həmçində Allah və Rasulun əmri müxalif şey söyləyir. Belə halda qadın öz anasına qətiyyən itaat etməli deyil. Və aleykum assalamatullah. Sual belədir ki, anamın iki qızı var. Birini evləndirir, biri subaydır. İkimiz də əlhəmdülillah namaz qılır, Quran öyrənirik. Bizim anamıza dünyada və axirətdə faydamız varmı, olacaqmı? İnşallah. Təbii ki, əgər sizin ananız, sizin kimi salih övladlar özündən sonra qoyub gedəcəksə, yəni o öləndən də sonra siz nə yaxşılıq elərsiniz, hamısının valideynlərinizə gedəcək. Əlbəttə ki, həmçində dünyada əgər anavız sizə düz yol öyrədibsə, sizə Quran oxumaq, namaz qılmaq və sizə ibadət, itaət öyrədibsə, siz elədikcə ona yazılacaq. Yəni, siz kimlərə dəvət eləsəz, kimlərə başa salsaq, nə yaxşı işlər görsəz, dünyada anamıza yayılır, yazılır və öləndən də sonra, anamız dünyasını dəyişəndən sonra da sizin əməlləriniz davam etdikcə də anamıza o cür savablar gəlir Allahın izni ilə. Və aleykum assalamatullah. Sual belədir ki, bir pis niyyətli insan evimə gələrsə, istəyirəm duz fırladam, evdə baş ağrıyan zaman üzərlik yandırım. Bu nə dərəcə doğrudur? Ümumiyyətlə, pis niyyətli insan evinizə gəlirsə, əvvəla onu evinizə qoymayın. Və ikincisi, evinizə gəlirsə, Allaha dua edin, Allaha sığının. Yəni, səhər axşam zikirləri eləyin və Fələq Nəs İxlası çoxlu oxuyun. Evdə Bəqərə surəsi oxudurun. Amma duz fırladım, nə bilim, üzərlik yandırım. Yəni, bu üzərliyin pis niyyətlə nə aidiyyəti var və yaxud da ki, duzun onun nə aidiyyəti var? Duz yeməyin dadını dəyişməkdən ötürüdür və ya da insan duzu qızdırır, bədəndə müəyyən yerə qoyub ağrını çəkməkdən ötürüdür. Amma duzun başqa belə əhəmiyyəti yoxdur, göz dəymənin qarşısını alsın və ya da ki, pis niyyətli insan niyyətin qaydasını. Yəni, duzun elə bir xüsusiyyəti yoxdur. Və həmçinin üzərlik də bu baxımdan. Üzərliyin bəli, tibbi cəhətdən faydası var. Çünki üzərlik ümumiyyətlə tibb isbat edib ki, üzərliyin tərkibində olan maddə qurumuş formada düzsüləyərsə, o evdə olan bütün mikrobları öldürə bilir. Yəni, gözlə görməyən mikrobları öldürə bilir. Ona görə keçmişdə hansı evdə ki, xəstə insan olursa, həkim o evdə üzərlik yandırması məsləhət gördü ki, həmən mikroblar ölsün ki, otağın havası təmizlənsin. Üzərlik bundan ötürüdür. Amma son dərəcə tədricən insanlar elmsiz təqlidə keçdilər və onun nədən ötürü yandırıldığını tamamilə unutdular. Və adını qoydular ki, göz dəymədən ötürü, nə bilim, kiminsə gözün qaldırır, nə bilim, nə inir, nə inəmir. Yəni, bu da artıq cəhalət və xurafatdır və bu cür eləmək olmaz. Yəni, bəli, üzərlik evdə insan otağın havasını dəyişmək üçün, gözəl qoxu gəlmək üçün, gözlə görmə mikrobları öldürmək üçün, bəli, bunlar üçün yandıra bilər gündəlik. Amma bunun evə gəlib gedən pis niyyətli insan heç bir yaxın uzun əlaqəsi yoxdur. Bəli, əgər bir insanın başı ağrıyırsa və havasızlıqdan başı ağrıyırsa, bəli, evdə ola bilər hava taşmamazlığı olsun. Bu baxımdan ola bilər insan üzərliyi yandırsın ki, hava təmizlənsin deyə. Bu olar. Amma sırf məqsəd bu olmalıdır. Yəni, havanın təmizlənməsini ötəri. Sırf üzərli insanın baş ağrısını, başını sağalır, belə bir anlam yoxdur. Yəni, ilk öncə bunu, onun istifadə qaydalarını öyrədin, nə səbəbə görə, ondan sonra inşallah istifadə edin. Və aleykum assalamatullah. Sual belədir. Qadının kişi üzərində haqları nələrdir? İndiki dövrdə yaşanan problemlər narahat edir məni. Əsas da qaynana, qaynata ilə qalmaq,
soyuqluq yaradır ailədə. Cahil olduqları üçün ad günü, toy, bayram məsələlərində davalar olur və onları dinləyir. Günahlar artır. Mən deyə bilərəmmi ki, yoldaşım ayrı yaşayaq? Necə deyə bilərəm bunu? Bəlkə onda imanı artar. İndi onlar böyükdür deyə çox şeydə sözümü, dilimi başa sala bilmirəm. Qızım da böyüyür, getdikcə pisləşməyindən qorxuram. Təbii ki, qadının kişi üzərində haqları odur ki, ərinə itaət eləsin, övladlarına dini tərbiyə versin, din əxlaqı versin və din üzərində böyütsün, ərinin malını qorusun, malını hifz eləsin, malını israf eləməsin və dünya və axirət məsələndə ərinə itaət eləsin. Bəsit. Çox böyük şey tələb olunmur. Amma o ki, qaldı ki, təbii ki, dediyiniz problemlər ciddi məsələlərdir. Çünki qaynana-qaynata yanında yaşayanda, təbii ki, əgər onlar cahildirlərsə, sən uşağıma istədiyin dini tərbiyəni verə bilmirsən. Sən bir tərəfdən təbliğat aparırsan, digər tərəfdən qaynana öz istədiklərini eləyir. Və təbii ki, bu da böyük problemləri gətirib çıxarır. Və övladlar din üzərində böyümürlər, cahiliyyət üzərində böyüyürlər. Və bu baxımdan təbii ki, sizin haqqınız var yoldaşınıza deyəsiniz ki, yəni biz burada qalmaqla biz uçuruma gedirik. Övladlarımızın dini tərbiyəsi itir. Onlara dini tərbiyə verə bilmirik. Valideynlər müdaxilə edirlər. Biz bu yana deyirik, haramdır. Onlar deyir, kim deyir, qələt eləyir. Halaldır. Biz deyirik, ad günü olmaz. Onlar deyir, kim deyir, qələt eləyir. Olar. Uşaqdır, qoy bayram eləsin, qoy sevinsin və s. Və bu kimi şeylərlə bir də görürsən ki, artıq qız uşağı 18 yaşına çatıb hicab bağlamaq istəmir. Oğlan uşağı 18 yaşına çatıb mən namaz qılmaq istəmirəm və avaranın birinə çönür. Bunun da səbəbi nədir? Vaxtında atanın düzgün addım atmamaqları. Uşaq yaşlarından uşaqların götürüb ayrı qala bilərdi. Yoldaş onlara dini tərbiyə verə bilərdi, din üzərində böyüdə bilərdi. Amma artıq böyüyüb və qız hicab bağlamaq istəmir və oğlan da artıq namaz qılmaq istəmir və beləliklə də ata-ana ibadət elədiyi halda övladları olub cahilin biri. Səbəb nədir? Səbəbə bax, onların bir yerdə yaşamaları. Əslində, bəzi hallarda biz tövsiyə edəndə ki, bu kimi problemli ailələrdə yaxşıdır ki, onlar ayrı qalsınlar. Deyir, yox, mən atamanım ata bilmərəm ki. Kim deyir ki, at? Yəni, səndən başqa neçəsən onun övladları var. Qızı köçüb, oğlanlar başqa ev alıb gedib. Məgər evdə hər bir ərə gedən, başqa evdə yaşayan valideyni atmışmı sayılır? Xeyr, bu yanlış düşüncədir. Bu bizim mentalitetin yanlış anlamlarıdır ki, yox, övlad anan atanın yanında qalmalıdır. Yaxşı, əgər övlad 4 dənədirsə, 4 oğlansa, deməli, çıxıb getməlidirlər də qardaş. Onlar bir evdə yaşaya bilməzlər axı. Yəni, çıxıb gedənlər o deməkdir ki, bunlar valideynlərini atıb gediblər. Xeyr, sən onlara yaxın yerdə ev al və qoy yoldaşın gəlsin, vaxtı onları kömək edəsin, ev yığışırsın, yemək pişirsin və s. Amma övladların ayrı qalsın. Çünki sənin övladlarının tərbiyəsinin əsas məsuliyyəti onların analarının üzərinə düşür. Əgər ana, nənə babanın yanında uşaqlarına istədiyi tərbiyəni verə bilmirsə, o zaman sən qiyamət günü yoldaşından, ey Rəbbim, bu mənim uşaqlarıma düzgün tərbiyə vermədi, deyəsə edə bilməyəcəksən. Çünki sənin ata-anan qoymayıb ona düzgün tərbiyə verməyə, qarşısını alıb. Deyib, sən kimsən, haranın qızısan ki, sən gəlib mənim nəvələrimə filan şey eləməz deyəsən, qoymayasan deyə. Öz oğlumun balaları da özüm bilərəm. Bax, məsələ budur. Bu səbəbdən də təbii ki, qardaş, əgər imkanı varsa, təbii ki, ayrı yaşamalılar ki, dinini yaşasınlar. İslamı yaşasınlar. Övladlarına dini, tovhidi, əqidəni öyrətsinlər. Çünki ayrı yaşamaqla onlar özlərini və övladlarını oddan qorumuş olurlar. Amma orada isə xeyr. Cahil nənə babamın yanında uşaq heç vaxt dini öyrənə bilməyəcək, dini yaşaya bilməyəcək və sən də qızı övladı istədiyin dini tərbiyəni verə bilməyəcəksən.
Ona görə inşallah nə qədər ki, gec deyil, oturun, fikirləşin, imkan daxilində, yəni az yiyin, amma kiraya qalın, problem deyil. Amma özünüz olun, övladlarınızla bir yerdə olun və tərbiyələrin özünüz məşğul olun. İnşallah ki, Allah təala sizi hasanlaşdırır və sizi müvəffəq edər. Və aleykum assalam və rahmetullah. Sual belədir. Bir bacı var, əməliyyatı düzgün olmayıb. Bacı namazda dəstəmazı saxlaya bilmir. Deyir ki, necə edim ki, namazımı qılım, yoxsa necə edim? Dəstəmaz alır, yenə də deyir, dəstəmaz namazın üstündə pozulur. Ümumiyyətlə, İslam fikrində belə bir qayda var. Müəyyən xəstəliklərdən dolayı dəstəmazını saxlaya bilməyən insanlar üçün şəriətin hökmü vardır. Bu da hədislərdə gəlib. Necə gəlib hədislərdə? Misal üçün, bir insan tez-tez sidiyə çıxır. Yəni, xəstəlikdən dolayı sidik saxlaya bilmir. İstər qadın olsun, istər kişi olsun. Və dəstəmaz alır üstündən biraz keçməmiş təzdən ondan sidik çıxır. Yəni, xəstəliklə bağlı. Bu zaman qadın nə edir? Və yaxud da həmən kişi xəstəlikdən dolayı sidik saxlayan nə edir? Alimlər deyir ki, o insan fərz namazının vaxtı girəndə dəstəmaz alır və həmən o dəstəmazla gedir, o namazın sünnətini, fərzini və sonraki sünnətini qılır. Və o, bu namaz əsnasında ondan sidik çıxarsa, onun dəstəmazı pozulmamış hökmündə olur. Və o, yalnız o dəstəmazla bircə fərz namazını qılır. Əsr üçün isə ayrıca dəstəmaz almalıdır. Deməli, bu da nə ortaya çıxır? Xəstəlikdən dolayı sidik saxlaya bilməyənlər və ya da ki, tez-tez hava çıxardanlar. Misal üçün, insanın bağırsaqlarında problem var və insan xəstəliklə dolayı tez-tez mütəmadi hava çıxardır. Bu insan nə edir? Bu insan zöhrün vaxtı girən kimi, misal üçün, zöhr girir 12:35-də. 12:35-də həmən qadın dəstəmaz alır və dərhal gedir namazın üstünə. Birinci zöhrün sünnətlərini qılır, sonra fərzini qılır, sonraki sünnətlərini qılır, qutardı, getdi. Onun artıq dəstəmazı pozulmuş hökmündə olur. Yəni, bu əsnasında o, namazın içində hava çıxarsa, o namazını tərk eləmir. Onun dəstəmazı mövcud hökmündə olur. Amma namaz bitdisə, sünnətləri bitdisə, artıq onun dəstəmazı sayılmır. Və o, yenidən əsr namazı üçün ayrıca dəstəmaz almalıdır. Və bu da İslam fikrində xəstəliklər qismində, bax, bu məsələlər qeyd olunub. Yəni, Allah həmd və şükürlər olsun ki, bizim dinimiz şamil və kamil dindir. Və bu cür rahat dinimiz vardır, əlhəmdülillah. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, qadının əri icazə verirsə, anası ilə səfərə çıxa bilərmi və ya həccə gedə bilərmi? Yəni, yanlarında məhrəm olmadan tək anası və özü. Səfər məsələsinə gəlincə isə, yəni ər icazə veribsə, qadın öz anası ilə səfərə çıxmaq məsələsinə gəlincə isə, burada alimlər yaşadığı məntəqənin, yəni bir diyarından digər diyarına icazə verirlər. Yəni, deyirlər ki, tam ki, ər icazə verir, anası ilə oturur avtobusa, məsəl üçün gedir Şəkiyə və yaxud da gedir Qaxa və yaxud da gedir digər hansısa bir rayona. Əgər əminamatçılıq varsa, bəli, ər icazə verirsə, anası ilə bu məsafəni qət edə bilər. Amma həz məsələsinə gəlincə isə, alimlər qadınlar üçün şərt qeyd ediblər ki, qadının yanında məhrəmi olmalıdır. Çünki Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, mən istətə ileyhi səbilə, kim bacarırsa, yəni həccə getməyi kim bacarırsa, burada kişilərin haqqında pul və sağlamlıq nəzərdə tutulursa, qadınlar isə pul, sağlamlıq və həmçində məhrəmin olduğu şərtin qeyd edirlər. Ona görə qadının yaşadığı dövlətin içindən bir yerdən digərinə səfər eləməsi məsələsi başqa məsələdir, amma həccə getmək isə məsələsi başqa məsələdir. Və aleykum assalam atullah. Sual belədir ki, qadın qusulsuzkən evdə alınma dırnaq qoyub sonra çölə çıxa bilərmi? Ümumiyyətlə, qadının istər ayaq barmağına, istərsə ki, əl barmaqlarına dırnaq qoymağı icazəli deyildir. Yəni, şəriət bunu qadağan edib. Çünki bu kimi məsələlər, misal üçün, saça calaq vermək, kipriyə calaq vermək
həmçinin də dırnağı qoymaq, bunlar ət-təzəyyün isə indahu, yəni özündə olmayan bir şeylə gözəlləşmək kimi qadağanlara düşür. Yəni və qadın bu kimi gözəllik vasitələrindən istifadə etməli deyildir. Bu kimi gözəllik vasitələrindən istifadə etməli deyil. Bəli, dırnağını laq qoya bilər evin içində, yoldaş üçün bəzənə bilər, düzənə bilər. Amma bəzənmiş formada və çölə bayıra çıxmaq düzgün deyil. Və burada sualda iki dənə qadağan var. Birinci, həm dırnaq qoymağı soruşur və ikinci də ki, dırnaq qoyub çölə çıxa bilərmi? Hər ikisi bunlar olmaz. Yəni, əgər qadın şəriətin icazə verdiyi gözəlliklə gözəlləşibsə, onu ilə bayra çıxarda bilməz özünü. Əgər yəni, icazəli bir şeylə, tam ki, qadın qoluna xına ilə qəşəng rəsm çəkib, naxışlar qoyub və qolu qısa bayra çıxır ki, qolundakı bəzəyi kimsə görsün. Bu haramdır. Çünki o icazəli bəzənmə edib, yəni şəriət bunu ona icazə verib, amma bunu naməhrəmlər göstərmək isə şəriət qadağan edib. Amma o ki, qalsa ki, həm qadağan olunmuş vasitə ilə gözəlləşir və həmçində çölə də çıxmaq istəyirsə, bu zaman qadın iki dənə qadağanı birdən etmiş olur. Həm haram vasitədən istifadə edir və həmçində gözəlliyini naməhrəmlərə göstərir. Bu baxımdan qadın çalışsın, bu kimi əməllərdən uzaq olsun. Və aleykum assalam, sual belədir. Bir bacı var, başı açıqdır. Deyir, başımı bağlaya bilmirəm. Boğazıma nəsə dəyəndə elə bilirəm ki, kimsə boğur məni. Çox sıxılıram, narahat oluram. O neyniyə bilər? Əvvəla, mən inanmıram ki, hicab kiminsə boğazında bağlanıbsa, sanki onu boğmuş kimi olsun. Çünki bu sözü iddia edən qadın, biz onu tanımırıq həqiqətdə kimdir. Amma sözdə yalana oxşarlıq var. Nədir o yalana oxşarlıq? Yəni, belə çıx ki, həmən bu qadın qışda paltosunun boğazını bağlamır, boğazdan şərf falan bağlamır. Yəni, qadın qışda boğazı açıq mı gəzir, sinəsi açıq mı gəzir? Yəni, necə olur ki, qadın hicab bağlayanda boğazı nəsə deyəndə sanki boğulmuş kimi olur. Amma qadın qışda palto geyinir, şərf geyinir və bunda qadın sıxılma, boğulma əmələ gəlmir. Bunu əsasən biz deyirik ki, biz tanımırıq sözün sahibini, amma bu sözdə yalan oxşarlığın olduğunu biz deyirik. Yəni, çünki söz yalana oxşayır, yəni həqiqətə oxşamır. Çünki biz bir çox insanlar bilirik ki, hicab məsələsinə gəlincə isə, əslində cəmiyyətin qınağından qorxurlar onlar, amma sadəcə şeytan onu müəyyən bəhanə gətirir. Bəzilə deyir ki, mənim boğazımda zov var, şərf bağlayanda elə bilən məni sıxırlar, boğurlar. Yəni, mən başa düşmürəm, hicab nə vaxtdan boğazı sıxır, boğur ki, bəyəm. Hicab yüngülcə başdan dolanır və onun saçaqları heç belə baxanda boğaza toxunmur heç. Heç boğaza belə toxunmur. Yəni, bu sözün həqiqətdə olması biraz şübhə altındadır. Yəni, yenə deyirəm, həmən bacıya müraciət eləmək lazımdır ki, yəni, siz qışda nə edirsiniz? Yəni, sinəsi açıq mı gəzirsiniz? Şərf, palto, filan, belə şeylər istifadə etmişsiniz? Deyəcək, bəli, istifadə eləm. Və sonunda necə olur? Qışda şərf taxanda, paltonun ağzını düymələyəndə və yaxud da ki, poliver, sviter geyinəndə ki, hansı ki, boğazına kimi gəlib çatır, onda sıxılma, boğulma olmur. Amma hicab bağlayanda insanda sanki kimsə məni boğulmuş kimi olur. Bu hamısı şeytanın vəsvəsələridir. Əslində, bu qadın cəmiyyətin qınağından qorxur. Cəmiyyətin qınağından qorxur. Çünki biz nə qədər insanlar tanıyır ki, ibadət edirlər, amma hicab bağlamırlar. Bəziləri işinə görə, bəziləri deyir ki, yox, mən elələrlə işləyirəm ki, mən hicab taxmaq biraz pis baxarlar, neyniyərlər. Hamısı cəmiyyətin qınağından qorxur. Sadəcə variantlar, yəni səbəblər ayrı-ayrıdır. Yəni, hərə bir variant söyləyir. Kimi zob deyir, kimisə işlə bağlıdır, bağlı bilmərəm deyir, kimsə deyir ki, kimsə məni boğulmuş kimi olur və s. Amma əslində isə bunların heç biri olmur, sadəcə onu deyən insan, qadın cəmiyyətin qınağından qorxur. Bizə tövsiyə edirik ki, şəriət əhkamların tətbiqində vallahi, billahi, tallahi insanların qınağından qorxmayın. İnsanların qınağından qorxmayın. Nə etsənsə edin, cəmiyyət sizə qınağa tutacaqdır.
Ona görə siz dini əhkamların tətbiqində Rəbbinizin rizasını düşünün. Əgər etsəniz, Rəbbinizin rizasını qazanacaqsınız. Əgər etməyəcəksinizsə, o zaman Rəbbinizin qəzabını düşünün. Və bu iki hal sizə insanların qınağından qorxmamağı yönəldəcək, qorxmamağı sizi təşviq edəcəkdir. Və aleykumussalam, rəhmətullah. Sual belədir. Kiprik qoyulu halda dəstəmaz almaq olarmı? Yəni, seyrək kiprik qoymaq. Ümumiyyətlə, İslam dinində Muhammed sallallahu aleyhi və səlləm saça saç birləşdirməyi, calamağı nəhy edib, qadağan edib. Yəni, bir qadın və ya da bir kişi saçına calaq vurur və ya da ki, qaşına calaq vurur və ya da ki, kipriyinə calaq vurur. Bunlar hamısı qadağan olan əməllərdəndir. Yəni, əgər qadın bunu edibsə, bilib edibsə, yəni qadın bu əməllərdən tövbə etməlidir. Çünki kipriklər var ki, misal üçün deyirlər ki, müəyyən müddətlidir. Yəni, 4 aylıqdır, 3 aylıqdır, 5 aylıqdır. Yəni, ondan tez onu götürəndə insan öz kipriyini belə götürür. Bu baxımdan, əgər belə kiprik qoyan qadınlar varsa, o müddət bitəndən sonra tövbə eləsinlər o əməldən, o əmələ bir daha qayıtmasınlar. Amma o ki, qaldısa ki, insan bilməyib kiprik qoyub və belə halda dəstəmaz almaq səhihdirmi? Bəli, dəstəmazı səhih sayılır. Amma elədiyi əməl isə, yəni nəhy olunan, qadağan olan əməldir. Və aleykumussalam. Sual belədir ki, bir bacı var, YouTube-da kanal açıb, öz həyətinizi eşiri qoyur, maraqlı videolar ki, pul qazansın. Bu olar, belə olay icazəli edirmi? Ümumiyyətlə, biz hər dəfə söyləyirik ki, qadın sosial olmalı deyil. Yəni, qadın sosial şəbəkələrdə aktiv olmalı deyil, pasiv olmalıdır. Yəni, qadın sosial şəbəkədən dini, elmli bilgilər üçün istifadə edə bilər. Nəsə öyrənsin, dərs keçsin, dərslər qulaq assın və ya dərslər paylaşsın. Ancaq YouTube kanalı açsın, ora videolarını qoysun, uşaqlarının, həyətin, orasın, burasın, sonra o like göndərir, bu söz göndərir, bu telefonu göndərir, bu belə, o belə, bu belə, filan kəs belə. Bir də baxsın ki, artıq yəni bütün niyyətlər, əməllər dəyişilir və Allah qorusun başqa-başqa fitnə fəsadlar da olub. Ona görə qadın bu kimi əməllərdən uzaq olsa, öz dinini, iffətini, namusunu, qeyrətini qorumuş olacaq. Yəni, çalışsın bu kimi şeylərdən uzaq olsun. Çünki bu şeylərə insan başlasa, bir müddətdən sonra artıq özündə dəyişikliyi görəcək. Ona görə qadın çalışmalıdır ki, sosial aktivlikdən uzaq dayansın. O öz ailəsində aktiv olsun. Uşaqlarına öyrətsin, dərs keçsin, təmizliyinə, geyiminə, evinə, eşiyinə, ailəsinə baxsın, yoldaşına baxsın, ailəsinə qayğısını artırsın, Quran oxusun və yaxud da ki, qruplarda dərs keçsin, dərslər paylaşsın, bu kimi şeylər. Amma sırf kanal ki, özü oraya video paylaşacaq, onun Allah yazacaq, bu onun Allah yazacaq, söz yazacaq, sual verəcək, cavab verəcək, telefon nömrə, gəlin, baxın, bəlkə belə, Allah qorusun bir də gördün ki, artıq yavaş-yavaş üzü günaha tərəf gedir. Ona görə yaxşı olar ki, qadın bu kimi şeylərdən uzaq olsun Allahın izni ilə. Və aleykumussalam. Sual belədir ki, deməli, uşaq pampesini doldurubsa, mən də qucağıma götürəndə mənim paltarım da biraz islandı. Yəni, pampesdən keçsə, pampesdən üstümə biraz keçsə, bu zaman paltarı dəyişmək kifayətdir və qusul almaq lazımdır. Ümumiyyətlə, əgər sizin üstünüzə nəzasət dəyibsə, o zaman nə dəyişmək, nə də qusul almaq ehtiyac yoxdur. Sadəcə nəzasət dəyən yeri su ilə təmizləyin, vəssalam. Yəni, həmən yeri su ilə təmizləyirsiniz, bu kifayət eləyir. Yəni, bunun üçün paltar dəyişmək, bunun üçün qusulun pozmaq, heç biri bununla heç bir yaxından uzaqdan əlaqəsi yoxdur. Nəcasət varsa, nəcasət təmizlənməlidir. Əgər sizin uşaq qucağınıza qaldırırız və görürüz ki, pampesdən üstünüzə nəsə keçibsə, həmən yeri su ilə təmizləyin, qutar deyildir. Yəni, bir dırnaq boydasa, 2 dırnaq boyda su vurun, 2 dırnaqsa 3 dırnaq boyda su vurun. Yəni, ora batan nəcasətin həcmindən 200 səy böyük həcmdə oranı su ilə isladın, inşallah ki, kifayət eləyir. Və bundan ötürü paltar dəyişmək, ondan sonra qüsl almaq heç birə ehtiyac yoxdur. Ümumiyyətlə, nəzasət insana toxunanda qüsl almaq vacib də deyil. Yəni, nəzasət qüslü pozmur. Qüslü pozan amillər başqadır. Dəstəmazı pozan amillər başqadır. Və üstündə əgər nəzasət varsa, bunun da əhkamı başqadır. Nəzasət dəyən yer təmizlənməlidir. Bəsdir, qutardır, kifayət eləyir.
Və aleykum assalam və rəhmətullah. Sual belə ki, bir müsəlman qadın öz həyat yoldaşının maşında qabaqda otura bilərmi? Çünki arxada oturan ürək bulantıları, zatları olur. Qadının qabaqda oturmağı olar, yoxsa yox? Ümumiyyətlə, minik məsələsində, yəni adətə baxmaq lazımdır. Əgər adətdə, həmən yerin adətində evli qadın dalda oturmalısa, deməli qadın dalda oturmalıdır. Yox, əgər qabaqda oturmalısa, deməli qabaqda oturmalıdır. Heç bir problem yoxdur. Amma nəzərə alsaq ki, bizim Azərbaycan adətində bu kimi adətlərdən heç bir fərqi yoxdur. Yəni, qadın öz yoldaşının maşında qabaqda otura bilir və arxada da otura bilir. Bəzi hallarda görürsən ki, müəyyən ailələr var ki, müsəlmanlarda da belə bir şey var ki, yoldaşı qabaqda oturmaq istəyir, deyir, yox, qabaqda oturma, arxada otur. Deyirsən, niyə? Deyir, qabaqda pozun qadınlar oturur. Yəni, biz razıyıq, bəli, pozun qadınlar qabaqda otururlar, amma bu o demək deyil, axı, pozun qadın qabaqda oturur deyənə, müsəlman qadın yoldaşının maşında qabaqda otura bilməz. Bu, hardan çıxdı ki, bu qayda? Yəni, əgər bizim adətimizdə konkret bir məsələ yoxdursa, deməli, qadın dalda və qabaqda otura bilər. O ki, qaldı pozun qadının qabaqda oturmasının bəli əlamətləri var. O, qardaş, birinci çılpaq oturur, ikinci pəncərəni açır, əlində siqaret, ondan sonra maşında da axıra ki, musiqə səsini veriblər, dubçısla qabağa gedirlər, dubçısla arxaya gedirlər. Yəni, özləri üçün şənlənirlər, aşağı yuxarı, aşağı yuxarı. Yəni, budur pozun qadının əlaməti. Yəni, bu cür pozun qadın da istəyir maşında qabaqda otursun, istəyir maşında arxada otursun, həmən qadındır. Bu pozun qadın at belində də pozğundur. Dəvə belində də oturanda pozğundur. Eşyəyin belində də oturanda pozğundur. Uçaqda da oturanda pozğundur. Gəmidə də pozğundur. Suda da, quruda da, minikdə də fərqi yoxdur. Yəni, o pozun qadının hərəkətləri ilə insan öz ailəsi nəyəsə əhkam kimi tətbiq edə bilməz. Əgər sənin yoldaşın ürəyi istəyirsə qabaqda oturmaq, niyə ki oturmasın? Əlhəmdülillah, qoy otursun. Uşaqlar olsun, arxada yoldaşın olsun qabaqda. Əlhəmdülillah, lap gözəl, lap yaxşı. Yəni, burada heç bir problem yoxdur. Və Allah xüsusilə arxada oturanda onun ürək bulantıları zad olursa, tembol onu artıq vazirdir ki, qabaqda otursun. Ona görə bu kimi məsələlərdə, yəni pozun qadınların oturub durmağı ilə əhkam hökmü öz ailəncə tətbiq eləməyin. Yəni, pozun qadına görə hökm dəyişilmir. Onlar şəzlər və onlar nadirdirlər və nadirin hökmü ümumi kütləyə tətbiq olunmur. Və aleykum əssalamətullah. Sual belədir, çöldə bir kəslə mehribandır, cana yaxındır, amma evdə bizdən uzaqdır, uşaqlardan, ailəsindən, bir də tez-tez başqa qadınlarla telefonla əlaqəli olur. Biz də ailəlikcə bezmişik bu davranışdan. Nə edə bilərəm, bir məsləhət edin. Yaxşı olar ki, siz yoldaşınızla oturub danışasınız, ona başa salasınız, etdiyi əməlin haram olduğunu söyləyəsiniz və bu barədə ona xatırlama etdiniz. Əgər əmələ gəlmirsə, düzəlmək istəmirsə, onun valideynlərinə xəbər eləyin, Allahın izinə qoyuna nəsiyyət eləsinlər. Çünki bu cür davranış get-gedə boşanmaya aparıb çıxaran bir əməldir. Əgər bir insan ailə dəyərinə qiymət verən bir insansa, ailəsini qorumağı istəyən insansa və qorumağa çalışan insansa, təbii ki, o bu nəsiyyətlərdən deməli, ibrət götürməlidir. Çünki bir insanın çöldə yaxşı olub, evin içində pis olmağı, o Muhammed s.ə.v dediyi kişilərdən deyil. Çünki Muhammed s.ə.v buyurub ki, xeyrikum ləhni və nə xeyrun ləhli. Kişilərə buyurub yesin, ən xeyriniz öz ailəsi üçün xeyirli olandır və mən də öz ailəm üçün ən xeyirliyəm. Yəni, kişi öz ailəsi üçün xeyirli olmalıdır. Onlar üçün can deyib, can eşitməlidir, mehriban olmalıdır, əl açıq olmalıdır. Amma bugünkü də görürsən ki, bəzi qardaşlar var ki, çöldə ona şot verir, buna şot verir, onun üçün onu alır, bunun üçün bunu alır. Evdə ailəsinə gələndə başlayır ağlamağa. Vallahi yoxdur, 3 manatım var, 5 manatım var, gücüm çatmır, gözdə belə eləyərəm, gözdə filan eləyərəm, gözdə filan şey eləyərəm. Yəni, bu yanlış və xatadır. Yəni, əgər sən həqiqətən də Allah dərgahında yaxşı oğlan olmaq istəyirsənsə, səxavətli oğlan olmaq istəyirsənsə, belə deyim, yaxşı qardaş olmaq istəyirsənsə, əli açıq tanınmağın istəyirsənsə, sən öz ailən üçün olmalısan. Sən öz ailən üçün əli açıq olmalısan, səxavətli olmalısan, mehriban olmalısan, gülərüz olmalısan, ailənlə deyib danışmalısan, ailənlə oturub durmalısan. Amma bütün günümü sən dostlarla çayxanalar, dönərxanalar, nə bilim, nə xanalar, sonra isə gəl evə ki,
o yoxumdur, bu yoxumdur. Təbii ki, bunlar düzgün şey deyildir. Həmçində bu sualda verilən kimi, yəni çöldə başqalarla can deyib, can eşdən evə gəlibsə, ailəsindən uzağına uşaq durmaq, bu nə deməkdir? Bu, ailə bağlarını dağıtmağa aparan səbəbdir. Yəni, ailəsinin özündən küstürən bir insandır bu cür insan. Yəni, bu nə dərəcə doğrudur? Olmaz axı belə bir şey. İnsan ailəsini qorumağa çalışmalıdır. Allah Subhanahu Quran-Kərimdə buyurur ki, qu ənfusəkum və əhlikum nar, özünüzü və ailənizi oddan qoruyun. Yəni, sən ən birinci əmr olmuşsan ailənlə yaxşı olmağa, ailənlə mehriban olmağa və ailəmin yanında qaşqabalı gəl, çöldə bayda gül, gülərüz, alnı açıq və s. Bu təbii ki, bir müsəlman ailəsinin, həmçində bir müsəlman bir ailə başçısına, xüsusən kişi ailə başına yaraşan bir vəs deyil bunlar. Ona görə inşallah siz ona nəsiyyət edin və həmçinin onun valideynə nəsiyyət edin, inşallah qoyuna başa salsınlar və onu inşallah düz yola qaytarsınlar. Aleykum assalamətullah. Sual belədir ki, bir qadın var, 3 qızı var, istəyir oğlu olsun. Ona görə də internetdə bir qadına öncədən hamilə qalmadan vaxtını hesabladır. Hansı ay oğlan aydı, hansı ay oğlan aydı, onda hamilə qalacaq. Belə oğlan qız olması üçün öncədən planlama etmək olarmı? Ümumiyyətlə, dində planlama salih övlad planlamasıdır. Yəni, insan Allah Subhanahu salih övlad istəsin. İstər qız olsun, istər oğlan olsun. Çünki mütləqən mən oğlan istəyirəm, bu düzgün şey deyil. Çünki nə qədər oğlanlar olub ki, ata-analarının başını yerə salıblar. Analar türmələrdə, yollarda canları çürüyüb övladları üçün gedib gəlməkdən dolayı. Və ya da ki, o qədər mundar bir əməllər ediblər oğlan uşaqları, həmçində qız uşaqları. Yəni, mütləqən demək olmaz ki, mənə ya oğlan ver, ya qız ver. İnsan Allahdan salih övlad istəməlidir. Çünki əlhəmdülillah, insanın gözəl salih zövcəsi qızı olarsa, onun da salih bir yoldaşı olarsa, əlhəmdülillah, o elə sənin üçün bir oğul kimi də olar. Çünki əlhəmdülillah, qızının yoldaşıdır, həmçində bir ailə olursan, nəinki insan mütləqən olaraq oğlan istəmək, ya Rəbb, mənə oğlan ver, ya Rəbb, mənə oğlan ver. Yəni, övladın oğlu qızı olmur, övladın salihlisi olur. Yəni, insan Allahdan salih övlad istəməlidir. Amma o ki, qalacaq ki, bu cür hesablamalar ki, yəni, bu cür hesablayanda bu cür olur, bu cür hesablayanda bu cür olur. Yəni, İslam dinində bunun bir yolu vardır. Çünki bir sahabə gəlib soruşur, ya Rasulallah, nə zaman oğlan və nə zaman qız uşağı olur? Allah Rasulü söylüyor ki, əgər oğlanın suyu, qızın suyunu, yəni yaxınlıq edən zaman kişinin suyu, qadının suyunu qabaqlayarsa oğlan olar. Əgər qadının suyu, kişinin suyunu qabaqlayarsa o zaman deyir qız uşağı olar. Yəni, bu hədisə gələn məlumatdır. Yəni, bu deməkdir ki, yaxınlıq edən zaman hansının suyu o birisini qabaqlayarsa, bu oğlan və ya da ki, qız uşağı olmaq, bax, bu cür haldan asılıdır Allahın izni ilə. Amma hesablamalar mən bilmirəm, yəni bu şəriətdə nə qədər doğrudur, ümumiyyətlə, təbabətdə belə bir şey var, yoxdur, mən bu barədə bir məlumatım yoxdur. Və aleykum assalamətullah, sual belədir ki, əgər bir kişi ailəsindən və 3 uşağından qazancını gizlədirsə, hər zaman yoxdur deyirsə, qadın onu boşamadan alimentə versə günahdır mı? Ümumiyyətlə, əgər bir valideyn xəsisdirsə, yəni öz ailəsindən qazancını gizlədirsə, ailəsinin təminatını ödəmirsə, o zaman Hind bint Əbu Utbə radiyallahu anhənin hədisi vardır ki, yəni Muaviyyənin anası gəlir, deyir, ya Rasulallah, yəni Abu Sufyan, çünki Muaviyyə radiyallahu anhənin anası olur Hind bint Əbu Utbə, atası olur Abu Sufyan. Və Hind gəlir, Allah Rasulullah deyir ki, ya Rasulullah, Abu Sufyan çox paxıldır, mənə və mənim uşaqlarımın haqqını ödəmir, olarmı mən onun cibindən, ondan icazəsi olmadan götürüm? Onda Allah Rasulullah deyir ki, xudi mə yəkfiki və libəniki, özvə və uşaqları bəs olan qədər götür. Bu deməkdir ki, əgər ailə başçısı uşaqlarının, ailəsinin qayğısına qalmırsa, onların ehtiyacını ödəmirsə, o zaman ana özünə və uşaqlarına kifayət edə biləcək qədər onun izni olmadan ondan pul götürə bilərlər və burada onun deməli, atanın icazəsi lazım deyil.
Ancaq alimlər deyir ki, burada şərt odur ki, israf etmədən bəli götürə bilər və burada da icazə almaq lazım deyil və həmçində bu da oğurluq sayılmır. Çünki bunu Allah Rasulü sallallahu əleyhi və səlləm buyurubdur. Yəni, boşanmaq olmaz. Yəni, bu kimsəyə görə boşanmaq düzgün deyil. Amma əgər o sizdən həqiqətən qazancını gizlədirsə, siz onun cibindən, onun xəlvəti olmadan özünüzə və uşaqlarınıza bəs edəcək qədər məbləğ götürə bilərsiniz. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, İbn Abbasın və başqa bir alimlərdən rəvayət olunur ki, müşriklər nəcisdirlər. Əgər ona toxunsanız, gedib də sımaz alın. Bu nə dərəcədə düzgündür? Həqiqətən də müşrikə əlim dəyərsə dəstəmazın pozulur mu? Allah elimizə bərəkət versin. Ümumiyyətlə, bu İbn Abbasdan rəvayət olunmur. Bu Quran ayəsidir. Allah Teala buyurur ki, İnnəməl müşrikunə nəcəsun. Həqiqətən də müşriklər nəcisdirlər. Bu ayənin təfsirində İbn Abbas radiyallahu anh deyir ki, onlar nəcisdirlər, yəni mənəvi nəcis. Yəni onlar ki, Allaha şərik qoşurlar, bütlərə ibadət edirlər. Bunlar mənəvi olaraq bunlar nəcasət sayılırlar. Bəzi alimlər də deyirlər ki, bunlar həm mənəvi, həm də əyani nəcasət sayılırlar. Niyə görə? Mənəvi ona görə ki, onlar Allaha şirk qoşurlar və qəlbləri onların tövhid deyil, şirk üzərində olduğu üçün bunlar nəcis sayılırlar. Amma əyani olaraq ona görə ki, onlar özlərini təmizləmirlər. Yəni, taharətə falana gedəndə mundarçılıqda qalırlar, təmizləmirlər. Bu baxımdan da onlar əyani olaraq nəcislər. Amma ikinci rəy ki, tam yerində deyil. Çünki hər müşrikin öz təmizliyinə baxması, murdası eləməsi bu düzgün şey deyil. İnsan ola bilər ki, müşrik olsun, Allaha şərik qoşsun, amma ola bilsin ki, insan yəni, taharətdə yuyunur, təmizlənir, yəni bu kimi murdarçılıq eləmir. Ona görə hər bir halda, yəni hər iki rəyin yəni əsası var ki, həm mənəvi şirk, mənəvi nəcəzət, həm də əyani nəcəzət, hər bir rəyin özünün yəni, yeri var bu məsələdə və ona görə insan əgər həqiqətən də əsli bütpərəstdən söhbət gedirsə, yəni bəli, insan özünü qoruya bilər. Çünki əgər insan qarşısındakı həmən bütpərəsti müşriki tanımırsa ki, bu bütlərə ibadət etməkdən başqa həmçində murdar işlərlə məşğul olur, yoxsa yox. Yəni, bu halda insan ona toxunmasa daha yaxşı olar. Yox, əgər toxunarsa da, əgər o rəyi götürsək ki, onlar həmçində əyani nəcislərsə, hətta ona toxunarsa da belə, əgər əli ilə nəcəsət toxunmayıbsa, yəni əli müşrikə dəyibsə və əlində heç bir nəcəsət filan yoxdursa, yəni o zaman o nəcəsət toxunmuş sayılmır və bu baxımdan da təşvişə düşmək də lazım deyildir. Aleykum assalam. Sual belədir ki, biz qaynatam gilinlə bir evdə yaşayırıq. Ölüyə Quran oxumaq bir evdə yaşayırıq. Ölüyə Quran olmaz, amma qaynatam ölüyə Quran oxuyub pul alır. Əlavə gəlirlər var deyə pul üstünə qoyub, gedib evə produkt alır. Biz bilmirik ki, mənim bu produktu Quran oxuduğu pulla alıb, ya əlavə qazancı ilə alıb. Bilmək istəyirəm ki, o produktdan yeyirik, bizə haram sayılmı? Ümumiyyətlə, əgər bir insan Quran oxuyaraq, yəni sırf kimi üçünsə ölüsünə Quran oxuyub pul alırsa, onun qazancı bidət qazancı sayılır. Yəni, şəriətə müxalif qazanc sayılır, amma haram qazanc deyil. Yəni, haram qazanc deyil, düzdür, bəyənilməyən qazancdır, yəni bidət üslubdur bu, yəni Quran oxumaqla qazanc əldə etmək, yəni bəyənilmir, bidətdir, amma ki, haram deyil. Düzdür, yaxşı olar ki, onun övladları və siz ona başa salasınız ki, sənin elədiyin bu Qurana ziddir, Allah Rasulunun əməlinə ziddir, bu cür eləmək olmaz. Amma buna baxmayaraq, bu öz əməlini davam eləyirsə, yəni onun qazancının sizə heç bir zərəri yetişmir. Çünki əslən o qazanc haram qazanc deyil. Bəli, bəyənilmir, bidətdir, olmaz. Şəriətə ziddir, amma haram deyil. Qazanc haram deyil və yaxşı olar ki, ümumiyyətlə siz o imkan verməyəsiniz ki, o pulla evə oyuna ayrıca qalsın. Yəni, heç qoy özünə sərf eləsin. Amma sizə qulaq asın, yəni öz bildiyini eləyərsə, inşallah sizə heç bir haramçılıq filanı yoxdur. Aleykum assalam və rahmetullah. Sual belədir ki, bir qadın namaz qılanda uşaq onun paltarının ətəyini dartarsa və qadının ayağı görünərsə namazı batil sayılırmı?
Əgər uşaq anasının paltarını dartırsa və ananın ayağının bir hissəsi görsənirsə və ana dərhal uşağın əlindən paltarı alıb öz yerinə qaytarırsa, inşallah ki, namaz batil deyil. Namaz batil deyil. Amma yox, uşaq deməli dartarsa və ananın özünün də xəbəri olmazsa və ayağı açıq da axıra kimi namaz qılarsa, alimlərin burada rəyləri var. Bəziləri deyir ki, namazın qaytarsın, çünki övrət yeri kəşf olub, yəni izhar olub. Bəziləri deyir ki, namazı səhih də onun savabı azalır, və Allahın izinlə səhih də budur ki, İnşallah ki, əgər ana xəbəri olarsa və dərhal paltarını qaytararsa, namazın heç bir işgəl yoxdur. Amma yox, uşaq dartarsa və ananın xəbəri olmazsa və axıra kimi elə namaz qılarsa, onun namazı səhih sayılır, amma onun savabları azalır. Yəni, onun savabları azalır, çünki bu olunan əmələ görə. Və ümumiyyətlə, insan, ələxüsus da valideyn, ana namaz qılan zaman çalışmalıdır ki, yəni əvvəlcən bu kimi əməlləri sığortalasın. Yəni, övladının bu kimi əməllərini sığortalasın Allahın izinlə ki, bax, bu deməli, hal onda namazda baş verməsin. Və aleykum əsalamatullah. Sual belədir ki, bir bacı var, deyir ki, çox pis qorxmuşam, hava qaralanda lap pis oluram, gözümə bir şeylər görsənir. Deyir, belə halda mən nə edim? Ümumiyyətlə, bacının bu əlamətlər onun qarabasma əlamətidir. Yəni, elində dedirsə, yəni buna cin vurma var. Yəni, haradasa qismən də olsun cin təsiri var. Deməli, biz daima yəni, bu tövsiyələri edirik və yenə də bu tövsiyəni edəcəyik ki, Allahın izni ilə. Deməli, bacı ilk öncə səhər-axşam zikirlərinə mütəmadi olaraq rəayət eləsin. Yəni, unutmayın ki, möhtərəm dinləyicilər, cinlə bağlı olan məsələlərdə ən güclü müdafiə, ən güclü hücum, ən güclü qala zikirlərdir. Ona görə daimən bu tip insanlar, yəni bu cür qarabasmalar, qorxma, sehir, cadu olan insanların ilk öncə onlara olan tövsiyə səhər-axşam zikirlərini mütləqən olaraq axıra kimi eləsinlər. Demirik 2-3 dənə zikirə, yox, bütün nə ki zikirlər gəlibsə, səhər-axşam zikirlərində hamısını axıra kimi bunlar əməl eləməlidir. Bu birinci. Həmçinin onlar heç olmasa 3 gündən bir evdə Bəqərə surəsi oxunmalı, tam formada. Özü oxuya bilmirsə, Qurandan, YouTube-dan eşitdirsin, qulaq astırsın, amma tam olaraq qulaq asmalıdır. Üçüncü, bacı evində olan bütün şəkilləri, görüntülü rəsmlər, canlı şəkillər, misal üçün insan şəkilləri, heyvan şəkilləri və həmçində servatlarında əgər Bagema, Madonna, servis kimi servislər varsa, üzərində onların canlı şəkilləri varsa, hamısını servatlardan yığışdırsınlar. Hamısını yığışdırsınlar. Yüzdə heç sən qalmasın, görən heç sən qalmasın. Və həmçinin də bacı gündəlik deməli, belə deyək də, 3 kiloluk balon suyu, içməli su ilə doldursun və ora nəfəsini ora yaxınlaşdıraraq 7 dəfə Fatihəni, 3 dəfə Fələq, 3 dəfə Nəs, 3 dəfə İxlas, 3 dəfə Ayət-ül Kürsi və 3 dəfə də Bəqərənin axır hekayəsini həmən suya oxusun və gündəlik o sudan həm özü içsin, bismillah deyə qurtum içsin və həmçində hər gün yarım stəkan bütün evin 4 bir tərəfinə sıçratsın. Bax, buna hökmən nəzarət eləyin Allahın izni ilə. Təxminən əziyyət deyil, amma sizə 10 gün buna rayət eləmək lazımdır və inşallah 10 gün müddətində inşallah bu dediyiniz şeylər Allahın izni ilə sizdən uzaqlaşıb keçəcək. Və aleykum assalam. Sual belədir ki, bir qız uşağı hicaba keçmək istəyir, amma valideynləri qoymur. Bundan valideynlərinə günah gedirmi? Qeyd edim ki, qızın 12 yaşı var. Təbii qız 12 yaş artıq heyz vaxtına yetişmiş qızdır və bunun üçün də hicab vacibdir və əgər valideynlər, istər ana, istər ata və ya da istərsə ikisi də belə qız uşağın hicab bağlamağını qoymurlarsa, hər iki valideyn günahkar sayılır və hər iki valideyn Allah və Rasuluna müxalif olmuş olurlar, Allah qorusun və onlar tövbə eləmədilər, Allahdan bağışlama diləmədilər və qızlarının hicaba keçməyinə mane olmalı deyirlər. Yəni, çox təəssüflər olsun ki, o valideynlər ki, uşaqlarını hicaba keçməyə qoymurlarsa, namaz qılmağa qoymurlarsa və Allah subhanətələ onları böyük bir sınağa çəkir. Onlar bir də görürsən ki, o cür valideynlər Allah qorusun,
artıq o qədər övladlarını dindən uzaqlaşdırırlar ki, övladlar artıq dinə qarşı onlarda da bir belə deyim, qıcıqlandırıcı bir hal yaranır. Sanki valideynlərin acığına dindən deyil, başqa bir şeylə məşğul olur və bir də görürsən ki, Allah qorusun barlardan, ondan sonra gecə klublarla, əyləncə mərkəzlərindən və s. Allah qorusun. Bax, sonradan həmən valideynlər peşmanlıq çəkir, əllərini qaldır, görür, ey Allahım, mənim nə idi günahım, mənim balamın başına bunu gətirdin. Amma illər öncə qızının hicaba keçməyinin qarşısını alan, oğlu namaz qılmağının qarşısını alan həmən valideyn artıq öz elədiyini unudub və Allahdan, ey Allahım, nə idi mənim günahım deyə səslənir. Amma Allah Subhanahu taala rəhmlidir, mərhəmətlidir. Allah Subhanahu tövbə edənlərin günahlarını əfv edir, bağışlayır. Və bu cür valideynlərə bizim nəsiyyətimiz odur ki, övladınızın hicaba keçməyin qarşısını almayın. Allahdan qorxun. Hicab hər bir müsəlmanın, hər bir qız uşağının iffətidir, namusudur, şərəfidir və bu cür ibadət etmək istəyənlər övladların qarşısını almayın. Əksinə onları ibadətə yönəldin. Baxın, görün ki, cəmiyyətlər necə körlanırlar, yəni körlanmaq vasitələri çoxdur. Siz Allaha şükür edin ki, sizin uşağınızın qəlbindən keçir, hicaba keçmək, namaz qılmaq və bundan ötürü siz Rəbbinizi ayrıca bir şükür etməyə əvəzinə siz Rəbbinizə qarşı üsyankarlıq edirsiniz. Allah Subhanahu taala bizdə sizdə hidayət eləsin və düz yola yönəltsin. Və aleykum assalam atullah. Sual belədir ki, üzə qulluq iynələri vurdurmaq günah sayılırmı? Üz dərisinin qocalmasının qarşısını, qırışların bərpası üçün vurulan iynələr məsələn. Ümumiyyətlə, üzə vurulan iynələr və botoksun məsələsi bu yaxınlarda bizə sual verdilər və biz də bu sualı bizim Mədnədə oxuyan bizim doktorantura tələbələrimiz Emin Hacıyev və Fərman İsəyevlə bu sualı məsləhətləşdik və sualı onlara göndərdim və onlar da deməli, böyük şeyxlərdən bizə fətvalar göndərdilər, yəni şəxsən mənə göndərdilər və ondan qulaq asdım və bunun da müqabilində suala cavabı yazdıq və sualın da cavabı ondan ibarətdir ki, boteksdir və iynə və digər bu kimi məsələlər var ki, o insanda iki halda ola bilər. Yəni, nöqsanı qaldırmaqdan ötədir. Yəni, iki halda olan nöqsanı aradan qaldırmaq üçün birinci xilqəti nöqsanı və sonra birinci xilqəti nöqsanı aradan qaldırmaq üçün ikinci də sonradan baş verən xilqəti nöqsan. Yəni, nə deməkdir bu? Bir var ki, insan anadan nöqsanla doğulur, o nöqsanı aradan qaldırmaqdan ötürü bu cür üslublardan istifadə edə bilər. İkinci isə anadan sağlam doğulub, amma müəyyən vaxtdan sonra isə bu nöqsan baş verir. Məsəl üçün, İnsan anadan doğulanda, məsəl üçün, 7 barmaqla doğulub və yaxud da ki, belə deyək, dodağının biri yarısı kəsik olub və yaxud da ki, yanağının biri batıq olub, ət olmayıb içində. Bu xilqəti nöqsandır, yəni yaradılışda olan nöqsandır. Çünki əsl odur ki, bunda bu yanaq dolu olmalıdır, dodaq da bütöv olmalıdır, barmaq da 5 barmaq olmalıdır. Və bu estetik əməliyyat və həmçinin botoksda bu kimi iynələrlə o xilqəti nöqsanı aradan qaldırmaqdan ötürü istifadə eləyə bilər. Bu birinci hal. İkinci hal isə insan xilqəti deyil, sonradan baş verən nöqsandır. Məsəl üçün, anadan normal doğulub və müəyyən yaşa gəldikdə isə, məsəl üçün, hər hansı bir üzündə əməliyyat keçirib və yaxud da ki, qəza keçirib, yanağın əti hissəsi götürülüb, yəni əməliyyatda götürülüb və ora çapıq qalıb və yaxud da ki, onun içi dərin qalıb. Oyuq halda qalıb və bu oyuq boşluğu həmən botokslə müəyyən iynələrlə bunların yerini bərpa eləyə bilər. Amma digər hallarda isə, əgər bu ikisi yoxdursa, digər hallarda bunlardan istifadə etmək olmaz. Çünki bu, alimlər deyir ki, ət-təzəyyün məleysə ində özündə olmayan şeylə özünü gözəlləşdirməyə halına düşür və həmçində özünü kitab əhlinə oxşatmağa bənzədilir. Yəni, bu iki qadağan var bu məsələdə. Ona görə insan bu məsələyə diqqət yetirməlidir. Bu məsələyə diqqət yetirməlidir. Yəni, bu kimi şeylərdən, yəni bu hallardan, kənar hallarda isə istifadə etmək düzgün deyil. Amma təbii ki, bunun deməli, təbii vasitələri var. Təbii vasitələr var və bu da təbii ki, müəyyən üz üçün nəmləndirici kremlərdir, masaj hallardır və müəyyən təbii vasitələr, yollar var ki, bunlarla həmən qırışları bərpa eləyə bilər. Yəni, sadəcə insanlar halalı qoyub, yəni harama oxşayan və ya da haram qarşılığı olan
əməllərə yönəlirlər, çünki bu daha rahat başa gəlir deyə. Amma insan gündəlik təbii yolla, təbii vasitələrlə, ədviyalarla üz-gözünü masaj eləsə, inşallah nə qırış qalır, nə də bir şey qalır. Sadəcə əziyyətdir, vaxt aparır deyənə insanlar harama daha tez yönəlirlər, Allah qorusun. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, mən bazılar hicamə edirəm, amma deyirəm ki, Allah üçün edirəm. Yenə də bazılar israrla pul verirlər. Mən bu pulu hara xərcləyə bilərəm? Düzgündürmü pul vermək? Peyğəmbər sallallahu aleyhi və səlləm hicamanın qazancını xəbis qazanc adlandırıb. Yəni, bəyənilməyən murdar qazanc adlandırıb. Ona görə ki, hicam edən insanlardan kəsir, doğrayır, qan çıxardaraq pul alır. Bu baxımdan Allah Rasul hicamanın qazancını xəbis, yəni murdar adlandırıb. Amma haram deməyib. Haram deməyib. Çünki İbn Abbas radiyallahu anh rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi bir dirhəm verdi və özünü hicam elətdirdi. Bu baxımdan hicama elətdirənə pul vermək lazım, çünki əziyyət çəkir. Amma insan bu məsələdə pul belə düşkün olmalı deyil. Misal tutam ki, yəni orada insana nə gedir ki, hər şey alət, hər bir şey insanın özündəndir. Yəni qan aldıran özündən, hicam elətdirən özündəndir. Hicam eləyən sadəcə qanını alır. Yəni kəsir, bankana qoyur, çəkir, təmir silir və s. Yəni, burada böyük bir fiziki güc, beyin, zehin, belə heç bir şey iştirak eləmir burada. Amma bir dənə hicam eləyir, deyir ki, 50 manat pul verəsən. Niyə görə? Bəs bir banka qalmamışam səndən. Yəni, bu düzgün deyil. Yəni, ümumiyyətlə, bu məsələlər haqqında gəlir biz tez-tez danışaq ki, yəni, bu ruqyu oxumaqdır, qan aldırmaqdır. Bu məsələdə deyirsən, qardaşlar, hərdən fantastik qiymətlər deyirlər ki, yəni, bu da olmaz. Yəni, qardaşlara zülm eləmək lazım deyil, bazılara zülm eləmək lazım deyil. Bəli, hicam elədin, əlhəmdülə, qoy kimin gücü nəyə satır versin. Yəni, 5 də versin, 10 da versin, bir imkanlı 20 manat versin. Amma sən kasıba deyən ki, qardaş, hicama 50 manatdır, varı yenidən ki, hicama 200 manatdır. Yəni, bu düzgün deyil, qardaş. Yəni, hər şeydə ədalətli olmaq lazımdır, düzgün olmaq lazımdır. Yəni, qardaş varlı deyib, onun cibinin pulunu soymaq lazım deyil və yaxud da kasıbdır deyib, elə bir qiymət qoyub qardaşı çətin vəziyyətə salmaq lazım deyil. Çünki ən azından sən bu hicam eləyəndə, bu ruqu yoxlayəndə, yəni, heç bir gömrükdən mal keçirmirsən, ticarət eləmirsən, rastlamışqa pulu verməmsən, bir şey eləməmsən, yol pulu yox, məsrəfi yox, raskodu yox, işıq pulu, qaz pulu vermirsən, kommunal vermirsən, yəni heç bir məsrəfi yox da, sırf oturdun, bir saat qan aldın, əlhəmdə nə verdilər, şükür Allah. Ona görə çalışmaq lazımdır ki, yəni bu məsələdə pul tələb eləməyəsən, normal. Yəni, məsələn, tutam ki, bankanın birinə, məsələn, deyəsən, qarşı bankanın birini 5 manata alıram, inşallah, yaxud da 10 manata alıram. Yəni, çox şişirtmək lazım deyil ki, qarşındakı insana da əziyyət olmasın. O ki, aldıqca ki, məsəl üçün, bacı deyir ki, mən Allah üçün edirəm, amma yenə də pul verirlər. Əlhəmdə pul verirlərsə, o pul sənin halalındır və istədiyin şeydə o pulu sərf eləyə bilərsən, çünki o sənə halaldır və halal olan bütün məsələlərdə o pulu xərcləyə bilərsən. Özvə də siz ala bilərsən, uşağıma da ala bilərsən, evə ərzaq da ala bilərsən, hər bir şey ala bilərsən halal olan şeylərdən, çünki o pul sənin zəhmətin haqqıdır. Və aleykum assalam və rəhmətullah bərəkatuhu. Sual belədir. Bir bacı var, daima özündə xəstəlik axtarır, panika yaradır. Deyir, ürəyim sıxılır, məndə xəstəliklər var, bu artıq onda irəliləyir. Bu artıq onda irəliləyir, nevroz xəstəliyinə çevrilir. Sizdən xahişim o necə kömək olunmalıdır. Onun üçün dini baxımdan nə deyə bilərsiniz? Bir də deyirlər ki, belə edib özündə xəstəlik yaradacaqsan, bu doğru mu deyimdir? Ümumiyyətlə, əgər bir insan, yəni istər qadın, istər kişi olsun, bu cür vəsvəsəli, yəni panika yaradan insanlarsa, yəni bunlarda artıq psixoloji problem yaranır. Yəni onlar bir növ nevroz xəstəliyi olurlar ki, yəni ilk öncə bunların, belə deyim, psixoloji müalicə ehtiyacları var. Yəni bunların əsəbləri yerindən oynayıb, yəni bunlarda artıq nevroloji problem yaranır və bunlar hökmən nervpatoloqa müraciət eləməlidir və bunlara heç olmasa ən azı bir neçə kurs sakitləşdirici dərmanlar yazılmalıdır. Yəni bunların əsəb sistemi yerinə düşsün. Çünki bu cür problemlər həqiqətən də başqa ciddi problemlərə yönəldir və insan vəsvəsəyə çönür. Hətta o dərəcədə olur ki, bu nevrozun axırı o dərəcəyə çatır ki, insan artıq heç yoldaşı ilə belə bir yerdə yatmaq istəmir. Yəni bu
nevroloji problem, yəni stres və digər xəstəliklər onda başqa böyük fəsadlara aparıb çıxarır. Və təbii ki, o deyim ki, insan bu cür davransa, yəni özü-özündə xəstəlik yaradır. Yəni bu o demək deyil ki, özü-özündə xəstəlik xəliq eləyir. Yox, yəni sadəcə odur ki, insan əgər bu cür deməli, özünə qapanan insansa, tez-tez vəsvəslənən insandırsa və bu özünün dərdindən özündə xəstəlik meydana gətirir. Çünki xəstəliklərin səbəbi nədir insanda? Əsas səbəblərdən biri stresdir. Yəni, insan orqanizmlə baş verən xəstəliyin əksəriyyəti stres nəticəsi meydana gəlir. Bura olsun şəkər, ondan sonra əzm pozuntusu, mədə bağırsaq xəstəlikləri, müəyyən bağırsaqda mikrofloranın itməsi və ya da tamamilə zəifləməsi, əzm prosesinin çoxalması, pisləşməsi, kökəlmə və ya da ki, həddindən artıq ağrıqlama. Yəni, bu xəstəliklərin əsas mənbəyi insanda stresdir və bu da təbii ki, insan özünə qapanandan sonra, yəni bu cür vəsvəsələrin nəticəsində bax, bu cür xəstəliklər əmələ gəlir. Bu cür xəstəliklər əmələ gəlir. O görə insanın bu cür davranan insanın təbii ki, onun beynində pozuntular yaranıb, yəni onda nevroloji problem yaranıb və nevrozluq var bu insanda. Ona görə bu insan hökmən nevrozluqdan müalicə olunmalıdır. Yəni, çünki bu problemlərin axırı onda böyük fəsadlara aparıb çıxarır Allahın izni ilə. Ona görə insan ilk öncə nerpatoloqa müalicə eləsin, bir kurs, iki kurs, yəni əsəb sistemi sakitləşənə qədər müalicə olsun Allahın izni ilə və ondan sonra insan inşallah ki, normal həyatına qayıdacaq Allahın izni ilə və bu cür vəsvəsələrdən, ondan sonra bu cür sıxıntılardan inşallah qurtulmuş olar və həmçində bu cür insanlar yəni həkimə getməyə belə qorxurlarsa, onlar gələk səhər, axşam zikirləri, gündəlik Quran oxumaqdır, Quran əzbərləməkdir. Yəni, bu kimi şeylərlə gün ərzində çoxlu-çoxlu məşğul olsunlar Allahın izni ilə. Çünki nə qədər çox Quran, zikir, istiğfalar edərsə, inşallah bu cür şübhələr və vəsvəsələr ondan uzaqlaşır Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, qadının pulu varsa öz ərindən icazəsiz sədəqə verə bilərmi? Bəli, əgər o pul qadın öz qazancı, öz pulsa, öz ticarəti, biznesidirsə, öz halal pulsa, bəli, öz puluna sədəqə vermək üçün ərindən icazə almağa ehtiyac yoxdur. O pulun sahibi özüdür və özü də icazəsiz sədəqə verə bilər.